Ermənistan parlamentinin Xarici Siyasət Məsələləri Komitəsinin Hakim Vətəndaş Müqaviləsi fraksiyasından olan sədri Sarkis Xandanyan da Azərbaycanla ərazi mübadiləsindən danışıb. O bildirib ki, anklav məsələsi hazırda mövcuddur. Lakin bu delimitasiya çərçivəsində həll edilməlidir. Görünən odur ki, Ermənistan tərəfi anklavların ərazi mübadiləsi yolu ilə həllində maraqlıdır. Bəs bu delimitasiya prosesini sürətləndirəcək, yoxsa əksinə yeni risklər yaradacaq? Məsələ ilə bağlı Today Press TV-yə danışan politoloq Rəşad Bayramov bildirib ki, ərazi mübadiləsi mövzusu Ermənistan hakimiyyətinin təkbaşına qərar verə biləcəyi məsələ deyil və bu, hüquqi baxımdan yalnız referendum yolu ilə həll oluna biləcək bir prosesdir. Onun sözlərinə görə Paşinyan və parlament üzvü Sarkis Xandanyanın Azərbaycanla mümkün ərazi mübadiləsi barədə danışması delimitasiya prosesində yeni və həssas müzakirələrin açılmasına səbəb olur. Stat: Delimitasiya sərhəd xəttinin dəqiq müəyyənləşdirilməsi deməkdir və həm Azərbaycan, həm də Ermənistan üçün kritik əhəmiyyət kəsb edir. Xüsusilə anklav kəndlərlə bağlı məsələ son dərəcə həssasdır. Çünki həm Qazaxın müvafiq kəndləri, həm də Naxçıvanın Kərki kəndi strateji mövqeyə malikdir. Kərki Ermənistanın şimal-cənub magistral yoluna, Qazax kəndləri isə Ermənistan-Gürcüstan yoluna nəzarət imkanı verir. Bu səbəbdən Ermənistan daxilində həmin kəndlərin qaytarılmasını milli və strateji maraqların satılması kimi təqdim edənlər ortaya çıxır. Statın sonu. Ekspert qeyd edib ki, Paşinyanın müxalifəti bu mövzunu hökumətin mövqelərini zəiflətmək üçün siyasi alətə çevirir. Stat: Paşinyan çıxışlarında məsələnin yalnız Ermənistan xalqının iradəsi ilə həll ediləcəyini vurğulamaqla müxalifətin manipulyasiya cəhdlərinin qarşısını almağa çalışır. Çünki bu mövzu Ermənistanda çox asanlıqla siyasi təzyiq alətinə çevrilir. Statın sonu. Rəşad Bayramov bildirib ki, Ermənistanın başkəndi öz anklavı kimi təqdim etməsi və buna uyğun ərazi mübadiləsindən danışması Azərbaycan üçün qəbul olunan deyil. Stat: Başkənd Azərbaycan torpağıdır və Sovet dövründə otlaq və əkin sahəsi adı altında ermənilərə verilmişdir. Bu səbəbdən həmin ərazini yuxarı Əskipara, Bərxudarlı, Sofulu və Kərki kimi kəndlərlə eyniləşdirmək mümkün deyil. Statın sonu. Analitika görə anklav kəndlərin qaytarılması iki ölkə arasında etimadın artmasına və sərhədlərin daha dəqiq müəyyənləşdirilməsinə töhfə verə bilər. Lakin o prosesin çətin keçəcəyini istisna etmir. Qiymət Mahir Namiq Abbasov, Today Press TV.